Salam dəyərli dostlar, hər birinizi xoş gördük. Nəhayət ki, 2 həftəlik həsrətdən, 2 həftəlik ayrılıqdan sonra ruhumuzun şəfası verilişi sizin hüzurunuzdadır. Bol enerjili, gözəl enerjili, müsbət auralı Kəmalə xanım Mürsəlova ilə qəşəng söhbətimiz olacaq. Çox maraqlı bir mövzu seçmişik. Rəngarəng mövzudur. Çoxsu da sizin suallar əsasındadır. Bugün o barədə danışacağıq. Tanınmış numerologumuzla, sevimli belə qəhrəmanımızla, kanalımızın qəhrəmanı ilə söhbət eləyəcək. Xoş gördük. Xoş gördük Səbul müəllim. Həmişə sizi gələsiniz. Biz də darıxmışdıq. Həm izləyicilər üçün. Bəli, elə oldu ki, deməli, yəni həm bayrama düşdü, həm də biraz işin çoxluğundan, ya da ki, belə vaxtın azlığından, yəni bayramlar doğrudan üst-üstə düşdü. Nə qədər bayram? Eyni günə özdə, maraqlı. O da, bəli, o hər deyəndə olmur. Yəni, gözəl idi, çox gözəl idi. Heyif ki, qurtardı. Qurtardı deyəndə ki, yaxşı ki, yəni, bahar gəlir. Amma insan, o deyir, o qəlb istəyər ki, könül istəyər ki, bütün dünyada sülh olsun. Ondan sonra barış olsun, bəşər, yəni insanlar rahat yaşaya bilsin. Uşaqlar, qocalar, yəni cavanlar, heyvanlar heç kim ölməsin. Vaxtı çatanda ölsün əcəli ilə. İnşallah ki, o günü də görərik, inşallah ki, o da olar. Deyin, kimi deyəcəm? Onu deyəcəkdim ki, mən də darıxmışdım izləyicilər üçün. Düzdür, danışmışıq, öz səhifəmdə danışmışam, qrupumdan danışmışam, mütəmadi təmasda olmuşuq. Amma bilirəm ki, bəli, YouTube kanalının izləyicilərindən də darıxanlar var. Ona görə hamısını salamlayıram, hamısını ən gözəl, belə deyək də, Allahın ən gözəl möcüzələri, ən yüksək möcüzələri hamısı sizlərlə olsun inşallah. Amin, amin. Oruçluqda, yəni Ramazanda, Novruzda insanların bir mənəvi müalicəsi deməkdir. Fiziki də var təbii ki, oruçluqda. Bu mənəvi müalicədən sonra bir yeni enerji ilə insanlar həyata atılır. Hava da isinir, təbiət doyanır, həmahəng olur da. Mən istəyərdim bir ziyalı kimi, bu sahəni bilən kimi tövsiyələriniz var. Yeni bir dönəmə qədəm qoymuşuq. Vəzifələrimiz nədir, nə etməliyik? Düşüncəmizdəmi, hərəkətimizdəmi? Mart 3-cü ayı idi, yəni 3-cü ayımızdır. Sistemə daxil olduq. Necə deyərlər, mən bunu həmişə mən sistem elan eləmişəm. Demək olar ki, onu yoxlayıram da, həm analizlərdə, həm bu dünyanın quruluşunda, yəni o qədər üst-üstə düşür ki, yəni yeni sistemə daxil olduq da, yeni ilimizə daxil olduq artıq. Yəni təsadüfi deyil Mart ayı, ondan sonra 3-cü ay, təsadüfi deyildir burada hər şeyin yenidən başlaması. Yəni o qədər müdrik olub ki, bizim nənə-babalarımız, o qədər əcdadlar müdrik olublar ki, hər şeyi heç bir, bəlkə də hesab bilmədən, bəlkə də təqvim bilmədən, yəni hər şey o qədər bu, deməli, təbii hadisələrin axarı ilə hər şeyi yerbəyer edəklər. Yəni, düzdür, cəmaat hamısı çoxlu dualar elədi Ramazan ayı ilə üst-üstə düşdüyünə görə. Onun da çox önəmi var idi, çünki, belə deyək də, özünüz bilirsiniz ki, ümumiyyətlə, bax bu Novruz bayramı, lap qədimlərdən, qışdan çıxırıq da, qışdan çıxırıq, bizim millətdə çilə var. O birinci, böyük çilə, kiçik çilə, onu da dalayıca Novruz bayramı gəlir. Bax, Novruz bayramı nə deməkdir? Novruz bayramının ona görə, məsələn, belə deyirlər ki, belə düzəldib, yəni bu tarixdə bəli, yaradıb qoyublar ki, yəni insanlar heç olmasa, bax, orada Kürsanın olması, nə bilim, keçəlin olması, atributlar, hamısı nədir? Yemək, içmək, bir də sevinmək, demək, gülmək. O, çilədən də çıxanda belə eləyiblər, cəmaat yığışıb, nənəm danışırdı ki, biz yığışırdıq bir gecəni, nənəm gələ yığışırlarmış. Gecəni səhərə qədər qadınlar orada çalıb oynayırmış, hələ də əlində bir yemək gətirirmiş. Ona görə pis hadisələrdə deyir, çilə çəkdim. Və bu çiləni bitiririk, qalib gəlirik. Çilədən çıxırıq. Gün də uzanır, istilər düşür, təbiət oyanır. Yəni, insanlar sevinirdi ki, o çilədən, yəni qışın soyuğundan, qışın zülmündən qurtardıq, çıxdıq. Yəni, o qışdan hətta keçmişdə bir-birlərini arzulayanda belə bir şeydə bu qışı da çıxaq.
belə deyirlər, bu qışı da çıxıb, yəni o qədər çətin gəlirdi ki, insan, doğrudan da çətin idi. İndi də çətindir. İndi bizə çox asandır. Məsələn, evin içində otururuq, istidir, çölə çıxanda, yəni əvvəlki çətinlik yoxdur da o insanlarda. Sonra dağ rayonlarında, kənd rayonlarında belə. Kamal ağa, mən əsas izləyicilər bir sualın üzərində çox dayanırıq. Bu psixologiyada var, deyir, ətrafını dəyişə bilmirsənsə, ətrafa münasibətini dəyiş. Bax, bir çox psixoloqlar, hətta ekstrasenslər, mən əvvəl onların arasında çox olurdum. Gördüm, kimsə evdə bir problem var ailədə, deyirdi, yox, sən özünü dəyişməsən, evdəki dəyişməyəcək. Mütləq özünü dəyiş. Tutaq ki, özün əgər iş yerini səliqəli deyilsə, sən evdəki səliqəsizliyi irad bildirə bilməzsən. Deməli, səndən də irəli gəlir. Ofisini səliqəli ilə ya idarə edir. İndi bəzi adamlar, məsələn, sizə də müraciət edəndə mənə zənglər vururlar. Deyir ki, məsələn, evdə elə bir problem var ki, mən Kamal ağam dediyini özümdə elədim ki, özüm gücləneyim, sonra evdəkini düzəldim. Amma deyir, özümü o dediyi yolla gedəndə gördüm, evdəki o problemlər də, davranış və yanaşmalar da düzəlir. Bax, bunu biraz anlatmağınızı istəyərdik. Da ki, mən doğrudan da sizin dediyiniz yola çıxandır, deməli, ətrafım düzəlirmi? Buyurun. Əslində, özünüz bilirsiniz ki, numerologiya elə bir elmdir ki, yəni elm deyəcəm də, elə bir elmdir ki, dolayısıyla bütün bu dəyişim dönüşümlə əlaqəlidir. Yəni, numeroloq olan bir kəs o dəyişim dönüşümü istər-istəməz öyrənməlidir. Əgər bir profesional numeroloq olmaq istəyirsən, sizin sözünüzə gətirirəm onu ki, yəni sən o insanın, məsələn, çünki çox suallar verirlər. Elə belə, məsələn, analiz etdin, qurtardı, bunun səndə bu rəqəmdir, səndə bu karmadır, odur, bunu qurtarmış. Çünki o insan, belə deyək də, öz dərdinə çarəni, tutaq ki, mənim tövsiyəmlə bunu deyir ki, edəcəm. Amma onun altından çoxlu suallar çıxır. Bəs bunu belə etsəm nə olar? Bəs belə olsa nə olar? Və yaxud filan şey var məndə. Onu etsəm, mən bəs onu necə yerinə qoyaq? Ona görə, yəni bu çox, yəni uzatdıqca uzana, genişlətdikcə genişlənən bir, belə deyək ki, temadır, mövzudur, belə deyək. Baxın, numerologiyada özünüz bilirsiniz ki, hər şey burada özünü tapır. Təkamüldən tutmuş, karmadan tutmuş, bilinçaltı o qədər devrəyə girir ki, yəni bilinçaltıdan danışmasan mümkün deyil. Və təsadüfi olmur ki, bir ailəyə hamısı oxşar karmalarla gəlirlər. Bunu belə görmüşük, mən analizlərdən də görmüşəm. Hətta uşaqlar, yəni əlbəttə ki, ata-ananın soyadı, ona adı olandan sonra, uşaqlar da o soyadda olduqdan sonra, orada görürsən ki, bəli, karmalar, oxşar karmalar eyni yerə yığılıb. Burada əlbəttə ki, yəni hələ mən başqa insanları qoyaq bir qırağa, ən çox biz kimdən mühattab oluruq? Yəni övlad olsun, arvad, valideyn və yaxud da ki, yoldaşı, bacı, qardaş, ən yaxın adamlar, qan qohumları. Çünki boynumuzun borcu var da o qan qohumlarına görə, özünüz bilirsiniz, ata-anaya xidmət eləməliyik. Düzdür, bizdə müsəlmançılıqda birinci boynumuzun borcu uşaqlara baxmaqdır. Yəni, mümkün dərəcədə onlara yaxşı baxmaq, ondan sonra ataya, anaya baxmaq. Belə deyək də, biz bu dəyişim, dönüşüm məsələsində, bax, o enerji məsələsində, bəli, mən bunu dəfələrlə görmüşəm, dəfələrlə şahidi olmuşam ki, qadın bir seans alır, numeroloji analiz alır. Ondan sonra biz onun dəyişim dönüşümünə başlayırıq. İkinci bir seansı da alır, almaq istəyir. Yəni alır və dəyişməyin başladığı andan görürsən ki, üstündən bir həftə, 2 həftə keçmiş, artıq onun ailə üzvlərində dəyişiklik baş verir və bu da indi mənə nəyə görə gülməlidir? Yadıma düşür analizlərdən olan nəticələr. Axır vaxtlar o qədər nəticələr alırıq ki, geri dönüşü sizə bildirirlər. Əlbəttə bildirirlər. Bildirməsələ heç bilməzsiniz zaten. Ona görə sizə deyirlər ki, siz bilirsiniz. Baxın, ən çox deməli, o nəyə görə bəyan dedim, arvad, ən çox qadınlar dəyişir, qadın dəyişməyə başlayır, heç 2 həftə çevmir, yoldaşı dəyişir. Özü çox, belə deyək də, heç o yoldaşına heç bir şey, mən zaten tapşırıram ki, onunla işin yoxdur.
bax, kobuddur, nədir, sevgi verir, vermir. Bütün ən çox qadınların da dərdi budur da. Ona heç bir qram fikir vermə, o heç onu özünü göstərmə ki, sən ondan nəsə gözləyirsən, gözləmirsən. Yəni, o balansı saxlayaraq, o sevgi balansını normal saxlayaraq həyatına davam elə. Amma özünü dəyişməyə də davam edirsən də. Çünki bizim orada dualarımız var, bizim orada meditasiyalarımız var, bizim orada gecə olumlamalarımız var ki, bilinçaltını dönüşdürmək üçün. Deməli, xanım deyir ki, indi əlbəttə ki, ad çəkməyəcəm. Xanım deyir ki, özləri də istəsələr yazarlar şeyin altından, yəni o yorumlara. Kəmalə xanım çox deyir, belə təəccüblü, belə dəhşətli təəccüblü bir şeydir ki, mən deyir, dəyişməyə başlayandan 2 həftə sonra, hətta analizdən 2 həftə sonra yoldaşım evə gəldi. Belə bir söhbət olmuşdu xanımla ki, mən demişdim ki, siqaret olan yerdə siqaretin tüstüsü olmaz da. Çünki indi dəqiq yadımda deyil, siqaretin tüstüsündə negativ enerji varlıqları, bədənsiz negativ enerji varlıqları, onlar siqaretin tüstüsü onlar üçün qidadır. Onlar sanki qida, ora gəlirlər qidaya. Ondan da otururlar həmin insanın üstündə. Bir günlük mü deyim, yarım saatlıq mı deyim, yəni o enerjini çəkirlər. Sonra keyfləri istəyəndə gedir, keyfləri istəyəndə. Belə, yəni rəqəmli adamlar var ki, astralı yolu açıqdır. İndi o qadına mən bunu tapşırmışdım. O dedi ki, mənim yoldaşım heç vaxt siqaret atmaz. Belə bir söz deyil. Yəni bu da yargıdır da, belə baxanda yargıdır bu da. Qəti deyə bilməz axı heç kim. Sabahsı gün bir şey olar. Əslində, yaxşı, bəlkə də yaxşı ki, deyib o sözü. Yəni, heç vaxt atmaz mənim yoldaşım siqareti. Üstündən 2 həftə ya 3 həftə keçmiş, dedi ki, Kəmalə xanım, mən şokdayam. Yəni, yoldaşım heç bir şey olmamış, mən ona heç bir söz deməmiş. Evə gəldi, axşam dedi ki, mən siqareti atıram. Burada belə bir şey düşünmək olarmı ki, tutaq ki, siz ona numeroloji analiz hazırlayanda zaten özünüz deyirsiniz. Artıq biz onu başlayanda proses dayanır. Bəli. Negativ düşüncə, nə bilim, problemlər düşün. Və bunda elə bir enerji yaranır ki, çünki zaten bu yoldaşı ilə bağlı sizə müraciət edir. O şuur altı deyən, görməyən bir enerji onun yoldaşını da tərbiyələndirir. Belə demiyorum ama bir enerji axır ona, müsbət aurası ona da axır. Bax, məsəl üçün, biz sizlə indi oturub söhbət edirik. Enerji keçicidir. Yəni, mənim enerjim sizə keçir, sizin enerjiniz mənə. Hətta nə qədər 6 metr uzaqda olan bir insanla enerjilər keçir, qarşılıqlıdır, bir-birinə keçir. İndi bir evdə yaşayan insanların əlbəttə ki, enerjisi bir-birinə keçir. Əgər qadının enerjisi dəyişibsə, frekansı yüksəlibsə, baxın, orada frekans yüksəldisə, artıq o kişidə də, yəni onun həyat yoldaşında da başlayır o enerji dəyişikliyi və inanın ki, həm də o qadının sakitliyi var. Mən ona bir motivasiya da verirəm ki, sən sakit ol, sən o yapışdırıcı sevgindən əl çək, çəkil qırağa. Yəni, özünlə məşğul ol. Qadının birinci özünə verdiyi dəyər özü ilə məşğul olmasıdır. Özü ilə məşğul olmaq deyəndə, yəni burada kosmetikadan və yaxud da ki, paltardan getmir söhbət. Mən həmişə deyirəm, etdiyiniz dualar, etdiyiniz Allahla söhbətiniz, bundan başqa öz o, belə deyim, təkamülünüzün üstündə işləməyiniz sizin üçün özünüzə verdiyiniz ən mühüm dəyərdir. Biz seçdiyi o istəkləri də dəyişmək lazım. Bəzən görsən elə şey istəyir ki, bu mümkün kimi görünmür, ya bunun özünün potensial çatmır. Amma özünə uyğun həmişə deyil, ibtidaidən başlamaq lazımdır. Bunlar birbaşa yuxarıdan başlayanda onun gərginliyi də çox olur. Hə, o başa düşməyənləri başa salıram, yəni ona yolunu göstərirəm. O qədər olur ki, bu beləymiş, bu beləymiş. Yəni, belə çaşıq qalan insanlar var yolun ortasında. Onları başa salırsan, yoluna qoyursan gedir. Amma elə adam var ki, doğrudan da anlayıb hər şeyi, amma bilmir hardan başlasın, necə başlasın. Bəli, əslində mən başa salıram ki, dərdiniz özünüzlə olmalıdır. Bizim dərdimiz, məsələn, mən özümü necə dəyişim? Mən nə edim ki, indi o barədə yadıma düşdükcə bir-bir aldığımız o nəticələrdən danışacağım. Mən özümü necə dəyişim ki, ətrafımda da hər şey dəyişsin. Məsələn, evin içində adicə qadınların çox şeylər istəmirlər. Yəni, diqqət, sevgi, münasibət, oturub söhbət eləmək və yaxud da elə adamlar var ki, eləmirlər onu. Ona görə bir də görürsən ki, amma məsələ burasındadır ki, o dəyişmək, məsələn, qadın başlayırsa dəyişməyə, frekans yüksəldi.
Əgər o yoldaşı da ona uyğun, hətta uşaqlar daha tez dəyişməyə başlayır. İnanın bir həftə çəkmir. Yoldaşı ona uyğun əgər dəyişməyə başlayırsa, onların münasibəti daha da gözəlləşir və o kişi də öz-özündən bir də görürsən ki, artıq o enerji də qalxıb, frekans da qalxıb, yəni yoldaşına tay olur. Artıq onlar bir-birinə tay olurlar. Amma elə insanlar var ki, məsələn, nə heç umurunda deyil ki, dəyişsin və yaxud həyatını dəyişdirsin və yaxud da ki, evdə kim nə haldadır? İstər qadın olsun, istər uşaqlar olsun. Yəni, bu adam burada mənə Bağdadda kör xəlifə deyirsə belə, o zaman dəyişiklik baş verməyə bilir. Və o zaman nə olur? Orada da bir çox belə doğrudan da sistem o qədər mükəmməl işləyir ki, Allahın sistemi onları ayırır. Bax, indi çox adam fikirləşər ki, təkcə fiziki ayrılıq, yəni boşanmaqdan getmir söhbət. Bəli, boşana da bilərlər. Amma, yəni, bir evdə yaşayıb, ayrı dünyalarda olan qədər ailələr var ki, bir evin içərisində tamamilə ayrı frekansda, ayrı enerjide və ayrı dünyalarda yaşayan insanlara dönüşürlər. Yəni, bu da bəzi insanlar qəbul edir, bəzi qəbul etmir, əvvəl-axır onun axırı boşanmağa gəlib çatır. Yəni, ona görə o insanların, necə deyirlər, ikisi də bir yerə vurmalıdır, ikisi də bir şey. Əlbəttə ki, çox vaxt deyirlər ki, evdə sakitlikdir, hər şey yaxşıdır. Deməli, ailə gözəldir, yəni. Bu belə deyil, baxın, mən həmişə deyirəm, konflikt olmayan yerdə ailə yoxdur. Əgər konflikt varsa, orada ailə var. Çünki odu almaq üçün biz geçmiş sürtüklər, daşı sürtüklər. Konflikt yatırmağı da öyrədir, konflikt baxır, danışıqdır, söhbətdir. Konflikt, məsələn, mən sözümü deyirəm, o sözünü deyir. İnsan axırı bir ortaq alternativ fikir olmalı. Bəli, əgər o türklərin söz olmasa, sürtüşmə olmasa, o konflikt olmasa, o evdə o ailə deyil. Yox, indi bəzi izləyicilərimiz elə bilər ki, mütləq dava-dalaş nəzərdir. Konflikt, yəni fikir ayrılığı olur və hərəsi də bir fikir ayrılır. Sonra o sevgi, mehribançılıq onu bir ortaq nöqtəyə gətirir. Yəni davadan getmir söhbət. Əziz izləyicilər, ekranda Kəmala xanımın WhatsApp nömrəsi gedir. Fikirləriniz, müraciətiniz, nəsə suallarınız olarsa yaza bilərsiniz. Kəmal xanım, bayaq dediniz, ailədə demək olar ki, təxminən hamının karması eyni kimidir. Demək olar ki. Bəzi ailələr var, çətinlik çəkirlər, yaşayırlar, 3 uşaq da var. Hədəfləri var, amma gedə bilmirlər. Gözün 4-cü uşaq olanda hər şey düzəlir. O çəkdiyi zillət, o əzablar, əziyyətlər nəticəyə çatır və belə bir ad qoyurlar ki, ayağı yüngüldür. O gələndən sonra mən vəzifəyə getdim, o gələndən sonra ev ala bildik. O uşaqla bağlı yoxsa karma tamamlanır, o enerji, rəqəm, o tamamlanır. Buna bir aydınlıq. Siz 4-cü uşaq dediniz, mənim yadıma bir şey düşdü. Yox, bir şey düşdü yadıma. Hardasa 3 gün bundan qabaq bir nəfər adamdır, bəy müraciət edib. O qədər həyəcanlı idi ki, o qədər, yəni, deməli gördüm ki, mən dedim ki, doğum tarixinizi qoyun, adınızı, soyadınızı, mən sizə vaxt təyin edeyim, sizə analiz edək də. Dedi ki, siz mən övladlarımla da bağlı mənə bir sözlər deyəcəksiniz. Dedim, yox, əgər sizə analiz ediriksə, sırf sizdən danışacaq. Sonra dedi ki, bir də övladlarımdan sual verdi. 2-3 dəfə övladlarımdan gördüm sual verir. Dedim ki, artıq biraz dedim, bilirsiniz nədir? Əgər istəyirsiniz övladlarınız haqqında nəsə bilmək, doğrudan da ayrıca bir analizdir. İstər 5 yaş olsun, istər 50 yaş olsun, insanın orada öz hesabı var, özünün belə. Dedi, bilirsiniz xanım, məsələ burasındadır ki, mən ona görə narahatam ki, bu yaxınlarda bir numeroloqa hesablatdırmışam. Mənə hesablanma eləyəndə dedi ki, sizin, indi bilmirəm, yəqin ki, söhbət əsnasında olub, siz o 4-cü uşağı niyə görə dünyaya gətirmişsiniz? Bu sizə bir ağır yükdür. Uşağın həyatı çətin olacaq, o sizə ağır bir yükdür. İnanın ki, mən elə belə başıma bir qazan qaynar su tökdülər. Dünyaya uşaq gəlib, Allahın verdiyi bir övladdır. Artıq uşağın 2 yaşı var. Artıq bunlar da ona pis baxa bilər, sonra.
Ana şeydədir, stressdədir, ana böyük bir depressiyadadır. Ona görə də bu adam mənə müraciət edir ki, yəni Kəmaya xanım, sizcə belə bir şey olar? Deyirəm, ola bilməz, belə bir şey ola bilməz. Ola bilməz. Ola bilsin uşağın hansısa, məsələn, o deyirləri 19-dan karma, onu da o demək deyil ki, buna nəsə pis bir şey olacaq. O deməkdir ki, çox böyük bir enerji verilir, o enerjini o idarə eləməlidir. Sən hardan bilirsən, sənin uşağın hələ 2 yaşı var. Nəysə, ata-ana təsəvvür edib ki, yəqin uşağa nəsə olacaq. Bu da belə deyib ki, yəni sanki artıq doğru ki, siz, yəni ata-ana bərbad vəziyyətdədir. Yəni buna. Onu sakitləşdirdim, dedim ki, belə bir şey yoxdur. Ümumiyyətlə, numerologiya fal deyir ki, sənə dursun özündən desin ki, burada bu uşağın o özündən yəni, bu insanın nə dərəcədə düşüncəsi yoxdur ki, özləri Qafqazın ən məşhur numerologiyadır. Güya, hə. Yəni, indi də adın demək. Aydındır. Hə. Belə, sən hansı bir ürəyə sahib olmalısan ki, sən bir valideynə bu sözü deyilsin? Belə şey mümkün deyil. Yəni, mən nəyə cavab verəcəkdim? 4-cü uşaq sözündən o yəni növbəti bir uşaq gəlir, hansısa övladın biri. O gələndən sonra işlər yaxşı gedir, deyirlər uşağın ayağı yüngül. Adətən, baxın Səbur müəllim, bax belə olur. Bəli, uşağın ayağı yüngül ola bilər. Uşağın ayağı, belə deyək, yüngül nəyə deyirik biz? Bərəkətli, ruzili ola bilər. Ailədə ruzi bərəkət arta bilər, bəli. Baxırsan ki, bəli, uşaq 8-lə doğulur. Bu ən çox 8-lərdə olur. Ayın 8-ində olur, yəni indi də 8-ə denk gələn. Yaşam yolu da 8-dir. Çakrası da bağlı deyil də, yəni o belə deyərlər, yəni çakra da yerindədir, hər şey yaxşıdır. Baxırsan ki, o dəqiqə bilirsən ki, bəli, ailəyə bu bərəkət gətirir. Və soruşanda da deyir ki, bəli, doğrudan da belədir. Mən doğulandan sonra atam işə girir, nə bilim, mən filan şey olur, bu olur. Amma uşaq əskik çakra ilə gələrsə, yenə bunun uşaqla əlaqəsi deyil, ata ilə əlaqəsi var, ya ana ilə əlaqəsi var. Niyə? Çünki körpə uşaq durub gedib pul qazanan deyil ki, bəyəkdir. Deməli, atanın nəsə bir orada əskik bir şey eləyib ki, oradan o, yəni pul para cəhətdən bir, yollar bağlanır. Heç yol bağlanmasa da dərin bir quyuya düşür bəziləri, borca düşür. Çox böyük, yəni, belə deyim, problemlər yaşayırlar 8-dən karmanı yaşamış bir insan kimi deyirəm bunu. Yəni, oradan da heç nə qədər ayın 8-ində, əgər səndə karma varsa, 8-ində doğulmaq daha da karmanı gücləndirir. Yəni, yaşam yolu 8 olsun, daha da karma güclənir. Ona görə, yəni 8-lə ehtiyatlı olmaq lazımdır. Amma, belə deyək də, bəli, elə insanlar var ki, bəli, o doğuşdan elə ömür boyu heç uşaq, yəni uşaq da artıq böyüyür, yəni yaşlı qadındır. Bu insanlar var ki, bəli, onların əlində, yer işində, harasa getməyində bərəkət var. Hara gedir, bərəkət aparır. Kimə götürüb bu, bir dənə məsəl üçün 1 manat pul versə, o adamın əlinə bərəkət gələr. Belə, onu biz numerologiyada görürük. Yəni, belə şey oldu. Mən belələrinə ağzı əmcikli uşaqlar deyirəm. Güldahan deyirdim, mən. Anadan gələnə bunun qidası var. Bəzi adamlar tanıyırıq da, yəqin siz də kifayət qədər tanıyırsınız. Bir işə gücə yaramır da, amma həmişə əlində pulu, parası olur, həmişə bir ruzi olur. Ya, nə bilim də, indi o deyir, bəxti gətirir. Hər zaman hara gedir, yaxşı iş bacarır, iş qurur, falan edir. Görsən, bu adamda belə bir şey. Bir neçə gündür bu Zərdüştlüyü ilə bağlı bir canlı yayımlarımız olur. Orada martın 21-dən 30-una qədər günbəgün rituallar olub, keçiriblər. Yəni ki, bağımız. Orada hamısında bir şey var. Məsələn, deyir ki, bugünkü gündə, mərasimdə insanlar daha çox ilk 2 insana, Məşq və Məşan deyir də, yəni Adəmlə Həvvaya dua eləyirlər. İkinci gün deyir, Adəmlə Həvvanın günahlarının təmizlənməsi üçün dua edirlər ki, bu günümüzə yaxşı gəlir, bu günümüz təmizlənsin. Ondan sonra keçir, məsələn, Kabe adında bir peyğəmbər kimi bir insan olub, deyir, onun üçün dua edir ki, o həyata, dünyaya gələndən o qədər dünyanın ən ədalətli hökmdarı olub, insanlara yalana qarşı vuruşub, şərə qarşı vuruşub. Dua eləyək ki, elələri, Kabe kimilər də olsun, gəlsin, indi hələ davam eləyir o, 30-una qədər davam eləyəcək. Yəni orada tez-tez elə sizi stat gətirin, görsünüz, deyir babanıza, nənənizə. Bu rəmzidir, ata-ana da ola bilər, bəlkə ulular da ola bilər. Deməli, Zərdüştlükdə də qədim insanlar da bilir ki,
orada bir xəta orada ağacın dibində. Adəmlə Həvva orada bir nəsə xəta edib Allah'ım ey Tanrı, nə bilim ahura məzza onun günahlarını bağışla ki, yəni o qidalanaq bu gün. Orada çünki o krantın o tıxanıb da belə deyək, su yaxşı gəlmir. O qədər siz dediyinizdən üst-üstə. Çünki yəni qədim insanlarda biraz da istəyirəm yenə də ona baxaq ki, bəziləri deyir ki, baba bax sizə də yazırlar, mənə də yazırlar, küçədə də deyirlər. Babamdan, nənəmdən mənə nə? Amma bu qədim elmlərə baxanda görürsən ki, onlar siz demiş, o qədər müdrik olub, o qədər ölçülü biçili olublar. Cavanlara başa salmaq lazımdır. Onu elə ki mən belə sübut kimi belə çox adam mənə o sualı verməsə də görürsən mənim artıq danışığımdan, mənim artıq təpərimdən görürəm ki, o sualı verməsə də amma fikir vermir. Yəni elə bir ki o ikinci plana atır bunu da. Heç gör, əgər plana atmasa sual verər. O qədər sual verən cavanlar da olur ki, hə, Kəmalə xanım, mənim nənəm babam budur, deyirəm yox. O 70-dən gələn, bəlkə 500 il qabağa. Yəni bu kökdə özdə belə bir, məsələn, eləsi var ki, deyir ki, mənimkilər hamısı namaz qılan olublar, yəni çox belə imamlar olub. Bəs ola bilməz ki, məndə o karma gəlsin ki, mən ateist mənə babalarım olsun. Deyirəm, bax, əgər sənin o gözünlə gördüyün o halbuki onlar bu yaxın zamanda olanlarda, onlar çox böyük imamlar, çox böyük dinin içərisində olublarsa, deməli onlardan əvvəlkilər nəsə bir şeylər eləyib ki, bunlar onu yerinə qoyur. Və belə deyək, əslində fanatizm, dinin fanatı kimi pis bir şey yoxdur. Yəni o da tamamilə fanatizmi pisdir. Bəli, tamamilə dinsizliyə, ateizmə kimi yorumlanır. Yəni dini fanatizm. Çünki kökünə gedib vara bilməzsən də. Sadəcə məsələn həmişə deyirəm, Allah deyir orucu tut da, sən onun dərinliyini niyə şərhləyirsən ki? Tut, əmr verib və mükafat da vəd edibsə, yox, bəzi şeylərin lap dərinliyinə o vaxt rəhmətli Etibar Əkin dedi. Bəzi şeyləri qurdalamaq olmaz. Mən bu fikir mənim ağlıma hardan gəlir? Bu fikir axı o hələ elm, yaxud da ruhla bağlı elm yoxdur da, Allah icazə vermir, Quranda da deyir. Onu eşəliyib, insan həm beynini, şuratını zədələyə bilər. Ondansa oradan bu tərəfə olanlar bir araşdırır, yerində olan, bayaq siz dediyiniz kimi özümüzü bir araşdıraq, kiməm, nəyəm, nə üçün yaşayıram. Ondan sonra qalan şeylər də gedir. Çünki yəni istər numerologiyada, istər dində, istər Quranda, istər bax bütün bu spiritual elmlərdə hamısında təkamül məndən başlayır. Çünki bunu bizə illər boyu öyrətməkləri. Heç bunu bizə, hətta biz Qurana da oxumuşuq, bir çox elmlər yəni keçib. Amma bu təkamülün məndən başladığını anlamamışıq, başa düşməmişik. Çünki bizə həmişə öyrədiblər ki, başqalarına yaxşılıq elə, ona bunu elə, belə özünü fəda elə, fədakar ol. Yəni ədəbiyyatda indi öz aramızda bu belə həmişə belə şeylər təbliğ olunur. Amma onu indisində o təkamülü deyəndə ki, məndən başda elə bilirlər ki, egoizmdən gedir söhbət. Ancaq özümü düşünüm, mən yeyim, içim, mənə hər şey yaxşı olsun, başqaları mən bunu inanın ki, 50-60 yaşında insanlarda görürəm ki, deyirəm ki, baxın, qoy onu biraz açım mən, o təslim olmaq, təkamülün, o mən deyə bilmək nə deməkdir? Mən deyə bilmək o demək deyil ki, yəni, belə deyək də, bugün, məsələn, müharibə gedirəm. Artıq, yəni, insanlar o qədər Instagramda, YouTube'da, orada, burada görürlər ki, hər şey olacağına varır, yəni, inkişaf edirik, fikir verməyin. Yəni, siz özünüzə fikir verin, öz təkamülünüzə fikir verin. Yəni, buradan artıq tuzağa düşmək şəkli var. Mən eşidəndə ki, məsələn, xanımdan bunlar hamısı yazılıb qoyulur, yəni müharibə də olacaq, yəni insanlar böləcək. Yəni əsas məsələ, yəni bugünkü gündə hər şey yaxşı olsun. Mənim üçün hər şey yaxşıdır. Bu əslində çox qorxulu bir şeydir. Çünki sən bu tutaq ki, müharibədən getmir söhbət. Məsələn, bir kobudun birisi və yaxud da ki, sən haqqını tapdalayan, gəldi sənə oradan, yəni elə bir söz dedi ki, özünü saxlaya bilmirsən də, yəni sən o zaman düşünürsən ki, mən təkamül eləyirəm, mən buna heç bir söz deməyim, bunun mənlə də əlaqəsi var, bəli, əlaqəsi var, 50-50-yə, o 50-50-yə. Mənlə var, qoy mən sakit oturum, amandır, mən səsimi çıxartmayayım,
O deyir, bir dəfə dedi, indi çıxıb gedəcək. Amma təkamül edirəm, amma mən başqa. Bu belə deyil. Deyil. Bu sən deməli nə İçində yaşamalısan da. Bəli. Cismani həyatı da o düşüncə Burada həyatı. yəni sonra başa saldım ki, yəni bir çoxlarının başa düşməyənlər çoxdur. Bu bax təkamül eləmək o demək deyil ki, sən o qarşındakı o belə deyək, nadan, kobud, nə bilim, yəni nə cürə olur olsun. Neqativ insan deyək də belə. Ona heç bir söz demədən sən özünü inkişaf edəsən. Belə bir şey yoxdur. Sadəcə içində, qəlbində. Anlamalısan ki, bu neqativdir. Onu Allah yaradır. O da bir dərs verir. O da bir kiməsə nəsə, o sənə dərs verir. Sən də ona dərs verməlisən. Yaxşı, sən necə dərs verəcəksən? Sən içində qəbul edərək onun üzünə istədiyini deyə bilərsən. Kimi susursansa o məmnun olub özün qalib hesab Həm də edəcək. sən Və haqlı bildiyinə görə bu Bəli. təbliğatı daha da genişləndirəcək. Bəzən adam olur, görmüşəm ki 30 ildir o xasiyyətindən var, tutaq ki oturan kimi məclisdə atmaca atır. Bəli. Heç kim də cavab vermir, yola verir. Bəli, Amma asla. kimsə birdən nəsə deyir, o artıq tərgidir onu. Bax belə bir şey də var ki, İçtimai qarşısına qınaq çıxır. da o sonra o bəlkə də indi bu utanar utanmaz, amma elə insan var ki, onun bəli, o təkamül, inkişaf bu deməkdir. Cavabını verəcəksən, amma bu da biraz çətindir. Əsəbləşmədən, yəni özünü belə deyək də ağlamadan, duyğusallaşmadan, çünki içində o qədər böyük təslimiyyət olmalıdır ki, bu da Allahın bir yaratdığı neqativdir. Çünki bütün neqativlərdə, pozitivlərdə hər kəs Allaha aiddir. Yəni belə deməyək ki, mən bunu demişəm bir dəfə, bütün pozitivlər Allahdan gəlir, neqativlər şeytandan mı? Xeyr, hər kəs, hər şey Allaha məxsusdur və onu da bəli, bir-birimizə dualite dünyada yaşayırıq da, ikili dünyadır. Orada bir-birimizə negativ, pozitivə bir tərbiyə verir, pozitiv də negativə bir Qidalanırlar da əslən bir-birinə. Bəli, yəni işıq, qaranlıq, zülmətlə işıq bir-birinə. Sən əgər yəni işığı görməsən, zülməti bilməzsən, zülməti görməsən, işığın qədri bilinməz. Yəni o negativ olmazsa, o negativ adam olmasa, o negativ sən sabahsı gün o işığı bilməzsən. Ona görə bəli, lazım gələn yerdə susturacaq, lazım gələn yerdə deyəcək. Amma yetər ki, birinci qəlbinə get, yəni Allaha get. Yəni ki, Allahdan anla ki, bu budur, burada mən onu içərimdə qəbul edib, amma üzdən onu mən tərbiyə eləməliyəm. Mən böyük mənada o kitablarda, mənbələrdən oxumuşam. Deyir, məsələn, hava istidir, yaxud da şimşək çaxır, bərk yağış yağır, külək əsir. İnsanlar o qədər çılğınlaşır ki, bu nə küləkdir? Avtobus geçkəndə deyirik, qarşımıza adam çıxanda deyirik, amma bu nə istəyir, bu hara baxır bunu yaradan və demirik ki, deməli o da kainat, bu da yerdəki yanımızda olan üsullardır da, günəşin isti olmağına yaxud da batmağına bir söz demədiyimiz kimi buna da deməməliyik. Yəni üsyankarcasına deməməliyik. Sosial mediada, Facebookda, Instagramda insanlar var ki, baxırsan yaşın başını alıb, amma deyir ki, Allah hara baxır. Allah hara baxır, bu uşaqlar öldü orada, ailədə nə. İndi durub bu adama nə boyda dərs keçmək lazımdır ki, orada onu yazmaq lazımdır ki, ay balam, bu deyil, bu o deyil. Yəni Allah, bax, bu da bayaq danışdığıma gəlir, çıxır. Allah bu sistemi qurub qoyur, insanları yaradıb qoyur. Biz bir-birimizə tərbiyəyik, bir-birimizə sınağıq. Əgər insan bir-birinə sınaqdırsa, Allah neynəsin ki, əstağfurullah, Allah oturub, deməli, hamının biri-birinə vuranda onun başından bilənə neynəsə vurmalıdır. Onda sınaqlar dünyası olmur axı. Səni axı bəs Allah bu dünyaya salıb elə ondan ötürür. İnsan isə əgər bugünkü gündə müharibə gedirsə, onun hamısının günahları insanlardadır. Bir də mən, üzrsən, mən qəzet vaxtı, qəzetimiz çağırdı, bir sual yazmışdı ki, Allah varsa Xocani oldu. Ona bir səhifə cavab yazmışdım. Həm dini baxımdan, həm bu simultan elmlərlə baxımdan. Yazdım belə-belə, ondan sonra yazdı ki, indi almadım. Deyirəm, Allah gəlib Xocani edirsə, Allah bəndələr sevə-sevə yaradırsa, qoyarmı orada məsum uşaqlar ölür? Bunun bir mənası var. Düzdür, bəzən o dinin baxımdan deyirlər, əsas odur, bunlar hələ körpəykən, günahsız ikən Allahın yanına getdilər, deməli cənnətə düşəcək. Bu təsəlli üçündür daha çox, amma bu şeylər var. Əzizləyicilər, maraqlı gedir söhbətimiz, indi daha maraqlı bir sual gələcək. Siz də izləyin, baxın, suallar yazın ki, gələn veriliş üçün suallar yönəldə Kəmalə xanıma və nömrə də var orada.
WhatsApp nömrəsi yaza bilərsiniz. Geri dönüşlərdən də danışa bilərik. Ondan danışacaq, o bilirəm. Bayaq elə biraz toxunduq Çox istəyirəm. maraqlı geri dönüşlər var. Onu deyir, ondan danışaq. Mənim çünki tamaşaçıların da yaxşı var. Bax, elədikləriniz var. Yox, elə ondan başlayaq, daha söz düşmüşəm. Elədiyini sonra sizə geri qayıdıb, geri dönüş edib sizdən anamı qürur verir. Bizim yanımızda dostumuz Rafiq Cərullayev məsələn deyirlər, 4 il əziyyət çəkdim, siz dediyiniz elədim, belə oldu, tamam dəyişdim, əlindən öpürlər gəlir. Yəni Azərbaycanda biraz o dəb deyil. Deyirlər ki, indi sizin haqqınızda da mənə çox deyirlər. Bax, bir dostum var, yekə yerdə işləyir. Deyir, mən sizin hər verilişə baxanda ağlayıram. Adını da bura yazmışam. Neft sahəsində işləyir. Deyir ki, belə ağlamağım gəlir, gözüm də o. Deyirəm, niyə? Deyir, mən 60 keçmişəm. Mən bunu niyə qabaqlar eləmirdim? Mən niyə? Deyir, çox gecikdi. Baxıram, deyir, Kamala xanıma sizə qulaq asıb deyirəm ki, mən bunu məsələn 85-də eləsəydim, indi bütün həyat dəqiqədim. Mən də deyim, bilmək olmaz da. Hər verilişimizə də dəfələrlə baxır, telefona indirib gün boyu baxır. Deyirəm, bəlkə daha başqa bir şey çıxardı. Niyə elə deyirsən ki? Bəlkə zamanı indidir ki, indi öyrənmirsən də yəqin. Bax, yəqin ki, sizə də elə ona bənzər və daha başqa şeylər. Yoldaşa deyin ki, siz baxır da buradan özü en hərfli. Hə, numerologiyada o da var. Bax, hər bir insan, hər bir ruh insan deməyək də, ruh oradan gələndə onun strategiyası olur. Yəni, artıq buna o nəsli, kökü, soyu göstərəndən sonra ki, sən burada filan karmalar var, yəni nə əskidir, nə var, nə doğru, nə yanlış, sən nə ilə gedəcəksən, ruh özünə orada bir strategiya götürür və hansı zamanda gələcək, o da bir strategiyadır. Yəni, o, bugünkü gündə biz bir insan kimi üzülə bilərik. Kəşki, məsələn, mən də deyərəm ki, indi kəşki filan qədər yaşım olardı. Yəni, Gəncəm 20 il qabaq başlayacaq bu işə. Sağ ol. Amma yox idi o vaxtda. O vaxtda yox idi. İcazə yox idi. Sağ ol. İcazə yox idi, gəlməmişdi, vermirdilər, ona izin vermirdilər. Nəyə görə? Bütün bu bilənlər, bilgililər qabaqcadan deyirdilər ki, bax, tutaq ki, 2020-ni bir demişdilər, 2012-ni bir demişdilər. Məsələn, mən o 2012-də bilirdim. Hardan? Sergey Nikolayeviç Lazarevdən deyim ki, o insanlar da baxsın, maraqlansın, görə bu kimdir, nəçidir, nələr. Yəni, bütün dünya şam yığanda ki, hər yer baxacaq. Biz gülürdük, biz görüşürük o vaxtda, söhbətlər edirdik. Bəli. O zaman, hələ o adam ondan da neçə il qabaq demişdi ki, bu filan vaxtı, yəni bu şeylər olacaq. Yəni, bu o demək deyil ki, dünya batacaq, axirət olacaq, bu enerjilər dəyişəcək, enerjiləri və özdən görürsünüz necə mərhələ dəyişir. 2012, 2020, 19-20 belə deyək də, 26'da sonra 26'dan da başlayıb 30'u ən çox deyirlər də, 2030 yəni enerjilərin ən pik səviyyəsinə bu müharibəyə falan da deyir həmin vaxtda. Artıq dünya müharibəsizlik bir dönəminə qədəm qoyacaq. Siz də ötən verilişlərdə demişdiniz ki, 2030'dan artıq zaman o qədər sürətli gedəcək ki, yaşlanma dayanacaq. Amma biz geri dönüşlərdən danışaq. Geri dönüşlərdən danışaq. Maraqlı məsələ mənim üçün. Çox inansız hansı sahəyə toxunsaq bu dəqiqə hamısı maraqlıdır. Hamısı maraqlıdır və insanların həyatını verir. O toxunuşda, məndə bilirsiniz, birinci nə hiss olur? O qədər ki, dua edirlər, yəni ki, ay Kəmalə xanım belə. Onda mən o dəqiqə birinci, yəni dilimə gələn şey Allaha şükür olur. Yəni Allahı məhv edirəm ki, estağfurullah, oradan mən şeyə düşə bilərəm də. Bilmədən belə mən oradan, yəni belə deyək də, təkəbbürə düşə bilərəm. Düzdür, o məndən asılıdır. Yəni o təkəbbür məndə yoxdur. Amma yəni adam bir anlığına da olsa qürurlar, yəni o dördüncü mərhələdir də bizdə. Numerologiyada ona 4 deyirlər. Yəni qəlbin məmnun olduğu bir 7 mərtəbə var. Qəlb özündən məmnun olmağa başlayır artıq, amma əsər Allahın deməyə bacarmalıdır. Bunu mən demişdim. Yəni mən özümdən nə qədər məmnun olsam da o dəqiqə Allahın adını çəkirəm ki, oradan mənə bir ziyan olmasın. Deməli, buraya yazmışam ki, yadımdan çıxmasın. Bir qadına, qoy onu deyim, yoldaşı ilə münasibəti çox pis idi. Yoldaşı Rusiyada idi, orada işləyirdi. Qadın da burada uşaqlar da biraz belə, yəni, problemli, yəni
pis mənada yox, nəsə xəstəlik, belə şey. Dedi ki, Kəmalə xanım, mən öncə özünü analiz etdik, anladı, başa düşdü, başladı dəyişməyə. Sonra dedi ki, yox, mən sinerji analizi istəyirəm, yoldaşım görəsən məndən nə istəyir? Bunun məndən gözləntisi nədir də bu adamın? Həmişə zəng eləyəndə kobud danışır, sənlə heç danışılmaz deyil, telefonu asır. Uşaqlarla bir kəlmə danışır və s. Qəşəng buna bir sinerji, yox. Dedim ki, yaxşı, biraz deyir ki, hər şey ölçülüb biçilib, doğrudan da sistem hər şeyi elə ölçüb biçib qoyub ki, dedim, yəni mən onu növbəyə yazmadım, dedim bir münasib bir zamanda edərik. Özüm də yadımdaydı ki, bu adama eləməliyəm mən bu, çünki çox narahatdır xanım. Ondan da qabaq mən ona analiz eləyəndə dedim ki, səndə bax, boşanma təhlükəsi falan filan görünə bilir də, var belə bir şey. Biraz yəni ehtiyatlı ol, yəni danışığında, belə çox üstünə getmə, yəni bax belə tövsiyələr vermişəm. O da qayıtdı dedi ki, Kəmalə xanım, nə danışırsınız? Mən boşansam dəli olaram, Bax, belə bir söz dedi. Dedim ki, tez onu dəyiş, o sözü. O da pis söz. Çox. Elədiyindən sınağa çəkilər dərhal. Yəni, yargıdır da, o da yargıya gedir. Dedim, onu tez dəyiş. İndi qulaq asırsa özü də şey. Dedi ki, baş üstə Kəmalə xanım, bu dəqiqə. Tez dedi ki, yəni, o tövbəni elədi. Sonra sinerji analizini eləyəndə, axır ki, bir günü gəldi, çatdı. Vəziyyət də çox pisdir. Yəni, belə ki, münasibətdə, bundan ki, bu heç cürə bir anlaya bilmirəm. Biz, deməli, analizə başladıq. Mən ona analizləri bir-bir deyirəm, indi deməyəcəm nədir, nə deyil. Qadın başa düşür, qadın belə, yəni, aydınlanır, fərqində olmur. Dedi ki, dayanın bircə dəqiqə, qapı döyülür. Getmi qapılar. Yoldaşı gəlir. Yəni, həmən gün Rusiyadan. Bunlara da heç nə deməyim ki, gəlirəm, amma gəlmirəm. artıq başlamışdı da dəyişməyə. Xanım çoxdan dəyişirdi. Deməli, o enerji gelib çatır da. Xanım çoxdan dəyişirdi. Bax, o dəyişməyə başlayanda da negativlər baş qaldıra bilir. Yəni, o, məsələn, insanların arasında münasibət pisləsə, daha da pisləşə bilər. Amma o 3-4 gün çəkər də bir haradasa. Çünki negativlər qalxır da, deyir, ay aman, şeytan deyirək ki, qoy bunu qoymayayım, burada bir pis bir şey olsun. Tikanı çıxardanda çox əziyyət verir, amma bilsən ki, yaxşı olacaq. Orada qalanda da incidir, çıxardanda lap incidir, sonra sağalır da, bu eyni şeydir də. Sonra, neysə, xanım sevindi, biz yarımçıq qoyduq, sonra davam elədik onu. Dedi Kəmalə xanım, elə bil ki, həmən insan deyil. Yəni, mən həmişə analiz edəndə... Yadınızda sağlayın dəyərli dostlar. Özümün də gülməyim gəlir. Analiz edəndə bir insana, onun doğrudan da bax, önü açılır nə deməkdir? O insan özü dəyişməsə belə, onun işi gücü qabağa gedir. O da artıq deyir ki, onu anlayan adam deyir ki, ay Kəmalə xanım filan şey oldu, bundan sonra bu oldu, bundan sonra bu oldu. Lap heç özü elə adam var ki, durub aktiv olur, həm özü başlayır dəyişməyə, həm artıq buna buradan yol açılır. Adam da var ki, pasiv oturur da, yəni. Deyirəm, pasiv otursa da 50% onun yolu açılır. O xanımın da artıq indi əlaqəmiz var da, yazır tez-tez. Məsələn, bayramlaşanda deyir ki, Kəmalə xanım, hər şey o qədər yaxşıdır ki, biz torpaq alırıq, nə bilim, oradan ev tikirik, buradan filan şey edəcəyik. Nə olsa mənlə məsləhətləşir, amma deyirəm, mən dediklərimə də əməl edir, deyir, üstünə çox getmirəm. Yəni, belə insanlar var da, o baxırsan, o sinerji analizi odur ki, onu da analiz edirsən, bunu da analiz edirsən. Artıq bunun tövsiyəsini buna verirsən, bunu da tövsiyə edir. Düzdür, bizim yoldaşı ilə əlaqəmiz yox idi. Amma elə bir tərəf dəyişdikcə, o bir tərəfdə dəyişir. Çox gözəl şeydir. Bu da bir bizim geri dönüşümüz, doğrudan da çox... Böyük savab işdir. O vaxta gəlib düşməyinə mən çox təəccübləndim ki, bax, neçə vaxt istəyirdim eləyəm, həmən vaxt, həmən günü də onun gəlməsi. Xanım deyir ki, mən, yəni, sözüm yoxdur deməyə. O qədər dəhşətə gəldi ki, mənim sözüm yoxdur deməyə. Əziz izləyicilər, bax, real həqiqət budur. Kəmalə xanım nağıl danışmır, real olanlardan. Mənə o qədər olur ki, mən burada deyəndə, bəlkə fikirləşərsiniz ki, yalandan tərəfləyirəm. O qədər olur şükür və ziyalılar. Siz, biri var, o, ümumiyyətlə, elimdən falan uzaq adam olan. Amma mənim, o dəfə sizə dedim, 3 deputat var. Hər verilişə baxıram. Biri də keçmiş deputatdır, xanım. Nə yaxşı? Yaxşı vəzifədə var, populyar adam. O da deyir, baxıram, öyrəndiyim çox şeylər. Halbuki biraz egosu var, məncə. Amma deyir, öyrəndiyim, bilmədiyim çox şeylər var imiş. Adi ziyalılar, Elmlər Akademiyasının işləyənlər baxırlar, deyir, bu həqiqətdir.
Artıq insanlar da o Sovetdən qalma, yox, boş ver, xurafatdır, cahillikdir deyən şeylər artıq qıraq. Bir dəqiqə dayı nə deyir, nəyi cahillikdir, izah ver. Artıq yavaş-yavaş baxıram, görürəm artıq alimlər tutaq ki, astroloji, o planetlər quruluşu, təsir mexanizmindən danışır, rəqəmlər, filanlar belə. O üstünü, Sovet biraz getdi, azmaz parıldadı tozun altından. İndi o toz da məncə tərpənmək üzrədir. Artıq kütləvi şəkildə insanlar, ziyalılar həm də, ziyalı da əsas məsələ, tələbələr, görürəm ki, deyir, hansısa bir iş görür, yox, numerologiyada məndə budur, bugün bu rəqəm var, bugün filan rəqəmdir, görürüm, mənə xoş gəlir. Yanlış desə də bilsən ki, o sahə ilə maraqlanır. Belə, ona görə də belə adama xoşdur. Elə o qədər insanlar var ki, elə məsələn, Allahın adı ilə bərabər numerologiyanı çəkəndə, onlara belə elə bilsən ki, od vururlar ki, yəni numerologiyanı niyə adını çəkirsiniz, o Allaha aid deyil. Bir çox belə şeylər danışan insanlar olur. Baxırsan ki, o qədər cahildir ki, doğrudan. Onu dönüşdürmək bilirsən, bax bu dəqiqə mümkün deyil. Mən onu hiss edirəm artıq o adam, onu mümkün deyil. Düzdür, yəni mən başqa yerdə görürəm bunu, yəni mənə sırf analiz elətdirən olmayıb beləncə ki, o dərəcədə cahil olsun. Bundan başqa, sonra ən çox, bax, biraz mən belə deyək də, bilmirəm bugün vaxtımız var ya yoxdur, 9 və 7 enerjisindən danışardım ki, o da balaca söhbət deyil əslində. Çünki indi bura baxdım, yazmışam, biraz işarələmişəm. Məsələn, 9 enerjisinin hansı uşaqda, böyükdə, yəni insanda olarsa özünüz bilirsiniz ki, bu şəfa deməkdir, 9 şəfadır. Yəni biz buna ancaq şəfa, mən onu tamamlanmaq son, nə bilim, bitmiş kimi yox, o da düzdür, yeri var onun, haradasa bir enerji yerində, amma insanlar, o 9 o insanın xəritəsinin harasında durur, hansı tərəfdə durur, harada boşluq var, harada doludur. Yəni bunu da əlbəttə ki, biz analiz etdikcə onu bilirik də. Yəni bir uşaq var idi, 9 idi. Nənə, demişəm bunu bir dəfə, o qədər uşaqdan narazı idilər ki, uşaq məktəbdə, məsələn, müəllim dərs keçdiyi yerdə durur, gəzir. Amma yaxşı oxuyur da, dərsini, ağıllı uşaqdır. Durur, gəzir, soruşanda, yəni istədim, bir anlıq oldu. Evdə yatanda qorxur, sual verdim, bütün bunları mənə açdı dedi. Ki, uşaq halsız olur, uşaq yata bilmir, yatanda qorxur, qışqırır, gülür yuxuda. Yəni belə şeylər və yaxud da ki, uşaq çox səslidir. Uşaq səslidir, bütün günü qışqıra-qışqıra danışır, eşidilmək istəyir. Yəni, orada, yəni o, belə deyək, həmən o rəqəmin, o dəqiqə mən onlara başa saldım ki, burada heç bir şey yoxdur. Yəni, indi siz təsəvvür edin, bir ananın və yaxud da nənənin rahatlaşması ki, bu uşağın mənim, yəni bunun axırı heç də pis tutarmayacaq. Bu uşağa, analiz elədiyi o uşağa həm uşağın gözəl gələcəyi var idi, həm də uşaq o qədər. Bir həftə çəkdi, yəni bir həftə ya 2 həftə. Uşaq o qədər dəyişdi. Uşaq medal məktəbdə yaxşı olduğuna görə medal alıb, ondan şəklini çəkib göndərmişdi mənə. Nənəsi göndərmişdi ki, bax, uşaq necədir. Yəni, arada özü mənlə də danışır, mənə nəsə bir səslər göndərir. Mən belə başa düşümün, tutaq ki, 9 rəqəm deyiriksə, kimsə mən şəfaçıyam deyib kifayətlənməməlidir. 9-un ayrı nəsnələri də var. 9 şəfa verməyə gəlir. Amma sən o şəfanı verəndə heç bir 9 onu balansda verə bilmir. Heç bir 9. Yəni, çünki 9 dəngəsiz bir rəqəmdir. İçində hər şey var. 6 da var, 7 də var, 1 də var, ürəyin istəyən. Yəni, o da dəngədə qala bilmədiyinə görə, məsələn, ona günlük, Allahdan verilən o enerjini, günlük mü deyim, həftəlik mi deyim, saatlıq mı deyim, onu çıxsa bircə dəfə çölə, hamısını da ötürür, sonra qayıdır evə. Bu adamın sonrası nə olar? Sonra da ki, onların yolu astrala açıq olur. O astrala yola açıq olan adam nə deməkdir? Akşam olan kimi artıq negativlər gəldi. Yatmağa qoymurlar. 9-cu, orada çakra falan məsələlər də var da. Gecə bu insanlar adətən bir adət halını almış kimi istər kişi olsun, qadın olsun, cavan olsun, uşaq olsun, yaşlı olsun, yuxuya gedə bilməz. Yəni ruh onu qoymur yuxuya getməyə ki, aman da yuxuya getmək qorxudacaq. Uşaqlar, indi bu yeni gələn uşaqlar, yəni 2000-dən sonra, 2010-dan sonra, onlarda laf çoxdur. Hər bir şey, belə deyək, negativlər. Yeni gələn uşaqlar da var, amma onlar da çalışırlar ki,
o negativi, o belə deyək, yaşlı nəsil kimi çətinliklərlə keçməsinlər. Biraz daha azaddılar ki bunlar, bu balacalar daha azaddır. Yox, eləsi var ki, deyir ki, Kəmal xanım, o qədər savadlı uşaqdır, amma oxumaq istəmir, deyir ki, istəmir. Film bu onun artıq o təkamül edir, o təkamülü elə bir keyflə çəkmək istəyir də bunu. Deyir ki, bu mən çətinliklərə düşməyim, belələri də var. Numerologiyada ağır rəqəmlərdən biri 9-dur, biri də 7-dir. 7-dən də elə bəhs edir. Yoxsa 9 bitmir. Yox, 9-dan 9 bitmir. Danışmaqla danışarsan, o qədər insanlar şəfalandı. O qədər insanlar şəfalandı. İnanın ki, yəni həkimlərdən belə inanmadı ki, bu 9-a görədir. Deyir ki, mən osteoxondroz olmuşam, külək vurur, oradan nə bilim o mənim boynuma soyuq olur, o da başıma ağrı verir. Yoxsa ki, bu 9 məsələsinə baxıram, hər tərəfi 9. Hər tərəf 9-dur. Amma bir şey yaxşı idi ki, o xanım indi yadımdadır ki, sistemli şəkildə dualar eləyirdi. O özü çox böyük şeydir. 2-3 aya bu adam bütün ağrılarını hamısını götürdü. 9-dan. Adam var ki, bəli, görürsən ki, 9-a oxşar cəhətləri ilə 7 rəqəmi də var və mən artıq 2 pasiyentdə gördüm ki, bəli, onların ruh halının dəyişməsi, əvvəlki ağılda olmamaq. Bir də deyil, 9 şəfadır, 7 nədir? Bir sözlə həmişə təkamül. Əzizləyicilər, çox danışmışıq bu barədə. Yəni tam öz rəqəminizi bilmək üçün, nə bilim, onun çarəsinə əlac olmaq üçün bax yazın, nömrə gedir efirdə, Kəmal xanımdan soruşa bilərsiniz. 7, baxırsan ki, xəritədə 4 dənə 7 var. 4 dənə 7 çıxdı da, bir adam o 9 rəqəmdən 4-ü 7-də. Artıq bilirəm ki, burada problem var. Yəni düz deyək, ayın 7-sində doğulmaq, yəni çox da belə şeyə düşməsinlər ki, ay, mən buradan görəsən nə olacaq? Bəli, bu adam təkamülə söz verib gəlir ki, mən nəyin bahasına olursa olsun təkamül edəcəm. Yəni orada xəstəlik də ola bilər. Orada, belə deyək ki, çətinliklər, problemlər, əslində o insanın, biz onun çarəsini bilirik. Mən onu başa salaram, sən nə etməlisən? Birinci növbədə Allahla təması %100 olmalıdır. Yəni bu onun namazıdır, orucudur, dualarıdır, sistemli dualarıdır. Bütün bunlar, əgər o bunları etməyə başlayırsa, onun o 7-ləri gözəlcə dəyişir yavaş-yavaş. Yox, əgər elə-belə sadəcə və yaxud da ki, eləsi var ki, namaz qılamayım, bütün günü namaz qılıram, amma yəni ruh halım yaman bərbaq gündədir də. Niyə görə? Həm depressiya açıq olurlar 7-lər. Depressiya. Heç nə də olmasa 2 gündən bir depressiyadadır. O da insanı yoran bir şeydir də. Depressiya nə olan şeydir? Səhətdə də təsir edir. Bəli, hər şeyə təsir edir. Bir də, yenə deyirəm, mən onu axır vaxtlar 2 insanda gördüm ki, məsələn, biri 18 yaşına qədər hər şey yaxşı, institutə gedib, yəni 18 yaşından sonra artıq, indi mən bilmirəm, o şeydə də görünür. Orada da görünür ki, artıq 18-dən keçəndən sonra 7-nin təsiri altına düşüb, ruh halının dəyişməsi. Ruh halının dəyişməsi nə deməkdir? Yəni, insan bəzən özünü bilmir. Negativ bir duyğular, negativ hisslər, negativ varlıqların səsi gəlir qulağına, gələ bilər. Ona hansısa bir şey deyərlər, bunu belə elə, onu elə. Yəni, bunu zaman-zaman yaşayan insanlar var. Bu yaxında bir nəfər xanımda da oldu, bu çıxdı. Yəni, soruşdum, dedi ki, demək istəmirdim, amma 2 dəfə mən bu şeyi yaşamışam. Yəni, elə bir ki, bu dünyadan ayrılıb, tamam başqa bir ruh halındaydım. Belə deyək də, ağlının getməsi, dəli olmaq, yaxşı ki, təzələnən məsələn özünə gəlir. Ona görə deyirik ki, ağıl bizə məxsus deyil. Həmişə ağlımıza görə şükür edin və ağlı həmişə istəyin Allahdan. Bax, nəfəsdir, bədəndir. O ayrıca bir materiya kimi də belədir. Nəfəsdir, bədəndir bizlə, yəni son günə qədər bizlədir. Nəfəs axır çıxdır insan olur. Amma ağıl, sən Allah uzarləsin, 50 yaşında da itirə bilərsən, 20 yaşında da itirə bilərsən. Ona görə bu 7-də nədir? Araşdıran, 7 eşitsin, araşdırsın, öyrənsin, çıxarsın ortalığa. 7-lərin bir də şey olur ki, belə deyək də, çuxa düşürlər o vaxt ki, uşaq vaxtından ya bunu çox dinə yönəldirlər, artıq bunu getdi dinə nifrət edəcək böyüdükcə. Ya da ki, heç dindən xəbəri yoxdur, biraz böyüyür, araşdırır, biraz oyan-boyan, gedir səhv yola çıxır, olur ateist. Yəni, bunu ana ata bilməlidir ki, mənim uşağım sabah hansı yoldan aza bilər. Bax, ona görə deyirəm, 2 rəqəm var ki, 9-dur, 7-dir. Bunlar
biraz yəni o birlərə baxanda daha təhlükə deməyəcəm. Daha yəni bizim maraqlandırmalıdır Missiyalar ki, böyükdür deyək də. bəli, biri təkamül, biri şəfa. Görün nə boyda şeylərdir. Təkamül olan yəni heç kimdən deyir ki, bütün dünya dağılsa belə mən təkamül edəcəm. Yəni kimsə mənə heç nə deyə bilməz. Hətta ən axırıncı rəqəmi belə, o təkamül rəqəmi çıxır ki, bizdə sonuncu rəqəm, mən həmişə onu hədiyyə verirəm ki, bu sizin hədiyyənizdir. Mən dediklərimi et, artıq da gəl bu hədiyyəni al. Yox, əslində bu astrologiyada da var. Elə bil ki, siz də hərbicisiniz, mən də hərbiciyəm. Məsələn, mənə tapşırırlar, bu kəndi sən almalısan, bu həyatında sən vəzifən odur ki, bu kəndi azad elə. Amma sizə tutaq ki, Gəncə boyda, Bakı boyda bir şəhərin azadlığı verilirsə, təbii ki, onun çətinliyi də olacaq da. Deyir, aşağı problem var. Ayda 500 manat alanın da problem olur. Elə birilər 5 milyon alanın problemi olmur. Onun problemi bəlkə daha çoxdur, amma o ağırlığın altına girir. Bəli, o ağırlığın altına bu rəqəm girir. Özdə o şəfaçılardır, 9 da elədir, 7 də elədir. Ağırlığın altına girə bilən insanlar var. Mən yenə deyirəm, o baxırsan 9-u elə gözəl yerinə qoyur, o şəfaçılığı elə gözəl yerinə qoydu. Bir də bir geri dönüşdən də danışım. O xanımla 4 ay işlədik, 4 ay. Yəni analiz etdim. Çox belə dəyərli bir xanımın qızıdır. O xanıma da analiz eləmişəm, yaxınlarına. Sonra qızına, düzü mən hiss edirdim ki, xanım o qədər də inanmır ki, o qızın o qədər xanımın ağır yaşayışı var idi ki, inanmırdı ki, numeroloji analiz etdirməklə o qızın, o xanımın həyatında, yəni öz qızının həyatında dəyişiklik olsun. Çünki xanım Rusiyada yaşayır, özü ailəsi o qədər vardır. Amma qızı burada, rayonda, yəni belə deyək də, ailəlidir, orada yaşayır. Demək olar ki, qohumların çoxusu Rusiyadadır, burada. Yəni onun, belə deyək də, geri dönüş nə oldu orada? Çox, yəni o qədər sevindim mən ona. O xanım özü o qədər belə naif deyirlər, o qədər nəzakətli, o qədər gözəl, o qədər şirin, yumşaq-yumşaq danışar. Yəni, intellekt öz yerində, işləyir xanım. Yəni, ailə saxlayır, yəni, ərində problem var idi. Deməli, ər belə normal vəziyyətdə yaxşıydı, amma içəndə, yəni, belə deyək də, vəziyyət dəyişirdi. İçirdi və o içkidən onu uzaqlaşdıra bilmirdilər. İndi siz təsəvvür edin ki, biz xanıma analiz etməklə, hər yadıma düşəndə gülürəm. Niyə görə? Xanım dəyişdi, xanım amma çox əziyyət çəkdi. Dəyişənə qədər çox əziyyət çəkdi. Və 2 ay küsülə oturdular bir evin içində. Yəni, xanım, bu belə deyək də, indi danışmaq da istəmirəm, xanım çox əziyyət çəkirdi. Hər şeyin əziyyətini çəkirdi. Yəni, belə deyək, uşaqlarının gözü qabağında öz oğlanları var. Döyülmək desən döyülmək, söyülmək desən söyülmək. Yəni, haqqı tapdalanmaq desən, hər bir şey. Amma xanım dedi ki, onların deməli, analizində bu çıxırdı. Nənə babalardan ömür boyu tam gözəl ailə ola bilən olmayır. Hər kəs boşanır. Yoldaşının kimdə də var idi o. Yoldaşında. Hər kəs boşanır. Ya da ki, çox dözüb axırda boşanır. O yoldaşının da bütün nəsli soyu hamısı boşanmış. Qardaşları, yəni bütün. Bu dedi ki, xanım, mən boşanmayacağım. Mən, yəni bu karmanı yerinə yetirəcəm. Yəni mən ona təklif elədim. Çox çətin iş. Bu qədər əziyyət çəkməyə dəyməz. Dedim, bu qədər əziyyət çəkməyə. Hamı da anası, hər kəs qızın arxasındadır. Arxasındadır deyib, bircə dənə sözünə mən səni bələdəm ki, yəni mən gəlim səni oradan götürüm. Yəni sözüm ondadır ki, xanım durdu sözünün üstündə, xanım işləməyinə davam elədi. Xanım 2 ay küsürü bir evin içində yaşadılar. Bayram olmamışdı hələ, bayrama biraz qalmış. Yəni artıq mən gözləyirdim ki, olmalıdır, artıq olmalıdır. Bəli. O cürə insan ki, yəni məndən yoxdur, burada mənim Bağdadda kör xəlifə, yəni bir sözə bəndilmiş də, o da indi ki, bilir də öz şey. Oruçluq başlamamışdan hardasa bir həftə öncə. Öz övladlarının belə bir kəlmə sözü ilə, yəni ata, ana, yəni bu xanımla yoldaşı barışdılar. Deməli, o da söz verdi ki, işki içməyəcəm, hər şey bitdi, qutardı. Yəni, burada nə oldu? Xanımın avtoriteti, xanımın
belə deyim, Prinsipiallığı. prinsipiallığı, xanımın öz övladlarının qabağında onun elədiyi o hərəkət, xanımın o dəyanəti, iradəsi. Allah yanında da bu sevilən bəndi. Sonra da oldu, hə? çox bəli, çox Allaha yaxın xanım idi. O Aynen, bütün sevilən mən də bəli. demişdim hamısını eləyirdi, hamısını. O qədər də belə mən o qızı çox istəyirdim də, indi də istəyirəm. Sözüm ondadır ki, dedi və etdi, arxasında durdu, etdi. Bir kərə o demədi ki, yox, həmişə də hər kəsdən gizlədir bu çəkdiyi əziyyətləri. Yəni amma hədiyyəsini də aldı. Dedi ki, Kəmalə xanım, mən bilirdim ki, hədiyyəni alacağam. Yəni belə deyək də, İnamlı olub da bu çox müsbət hal. hə, Çox müsbət. anası da o qədər yəni o qədər sevinirdi ki, mən deyirəm ki, sizdən də çox mən sevinirəm. Bu da bir geri dönüş. Hələ çox belə Çox şeylər zaman danışaq, qoy görsünlər Bəli. izləyicilərim. Tamam. Çox sağ olun Kəmal xanım, minnətdaram. Hər tərəfli hər şeydən danışdıq. Bəzi suallar qaldı, amma verilişlərimiz onsuz da bitmir. Davamlı şəkildə eləyərik. Biz artıq 1 saatdır danışırıq, 1 saatı keçib. Ona görə düşünürəm ki, hər biriniz bəyənin. Yenə də bəyənin, paylaşın, lazım bilərsinizsə, Kəmal xanımın nömrəsi gedir, WhatsApp nömrəsi, səs açsaq daha yaxşı olar. Əlaqə saxlayın, analiz eləmək, sinerji analiz eləmək, başqa uşaqlarla bağlı xüsusən də nə kimi bir problem varsa, bax dinləyin, o həqiqətləri danışır. Yoxlayın, biz nə deyirik, yoxlayın, görürsünüz bəziləri hətta inamsız da yanaşır, amma sonda bir nicat tapır, şəfa tapır, mənəvi şəfa tapır. Belə, sağ olun, salamat qalın, elə yaşayın ki, ruhunuz həmişə şəfalı olsun. Sağ olun, gələn görüşlərə dək.